Amerika ilə gedib oynamışıq, biz Amerikada. Yaponiya ilə oynamışıq. O rəqiblərimiz də rəqib idi. Ay, söhbət odur. Yəni söhbət Sən bundan sonra 10 ildə, başqa şeydir. 20 ildə olsa Azərbaycan gedib Amerika ilə Amerikada oynaya bilməz. Biz Amerikaya gedəndə orada Bert Fox idi, mən idim, Klinsmann idi. Bir də tərcüməçi idi. Söhbət edirdik. Klinsmann onda Amerikada işləyir. Amerikada. Başqa Bizdən çıxıb getdi də ora Amerikaya. Aysa. Orada Klinsmann qayıtdı ki, deyir, bizdə proqram bundan sonra məsələn 2025 düzdür. 2030-cu ilə kimi bunların risk proqramı var. 2027-ci ildə iyul ayının 18-də Amerika ilə oynayacaq İtaliya. 5 ilin proqramı var. Amma bizdə necədir? Bizdə zəng edirlər avqust ayında. Boşsuz Elə o şey olur, qardaş. Boşsuz gəlin böyle şey oynayır. Amma 5 ilin proqramını tutur. Hansı ildə, hansı ayda, harda milli ilə oynayacaqlar. Özdə fərq etmir ha. Ki həmin o məşqdə orada qalacaq, qalmayacaq. Bu millinin proqramdır. Proqram. Və mən gələcəm, mən bu vaxtda məşqdə olacağam. Həmin ərəfədə biz Amerika ilə, məsələn, Yaponiya ilə oyun oynayacağıq. Həm də, yəni, sən gedib zbornu Yaponiya ilə o cürə, məsələn, Yaponlar da həmin ərəfədə yadındadır, dünya çempionatında zaten dağılırlar. Honda, Kagawaza, baxırdılar rəqibə ki, məsələn, Azərbaycan gəlir, tutaq ki. İndi biz Azərbaycan, məsələn, o dərəcədə şey eləmək, aşağılamaq istəmirik. Biz də özümüzə görə milliyik, yaxşı vaxtlarımız olub, hansı ki, reyting səviyyədə. Onlar oradan baxır, Yaponlar ki, məsələn, kim gəlir Azərbaycan? Onlar atqaz da edə bilərlər. Razı da ola bilərlər. Baxır görürlər baş məşqçiləri kimdir? Berti Fox. federasiyalar arasındakı danışıq bu məşqçilər danışanda onun çox böyük